Salavat haqqında çox gözəl faydalar var. Deyir ki, onlardan birisi, yəni işində çətinlik çəkirdi, müdiri ilə problemlər və s. Salavatı dilindən düşürmədi. Allah həmd olsun, bütün sıxıntılarım aradan qalxdı deyir. Hətta bir insan intihar eləmək istəyir. Alimlərin birisinə zəng edir ki, sıxılıram, qəlbimə darlıq gəlib, çıxış yolu tapmıram. Deyib ki, hardasan? Deyib, filan yer. Get o məsciddə deyib, 2 rükət namaz qıl. Çoxlu Peyğəmbərimizə salavat dinə. Ondan sonra baxarsan. Bir saat keçmədi, zəng elədi ki, nəinki intihardır. Qəlbimə bir rahatlıq gəlib, bir sevinç gəlibdir. Heç o barədə belə nədir? Düşünmürəm. Baxın. Başqa bir insan, elə bir ki, şirkətlə problemi olub, İslam ölkələrinin birisində, şirkət onu məhkəməyə verib. Hansı ki, özü o şəxs haqlı olub. Sadəcə, qarama qarşılıqlı bir iş olub. Deyir ki, çox sıxıntı içərisində idim, işimi itirmə problemi, üstəlik məhkəmə davası və s. Peyğəmbərimizə çoxlu salavat deməyi dilimdən düşürmədim. Heç bir gün keçmədir. Allah and olsun ki, məhkəmədə qalib gəldim və mənim xeyrim oldu və bir oturumda məhkəmə qərar verdi. Hakim sonra mənə dedi ki, ilk dəfədir ki, bir oturumda belə qərar verirəm.